Yeni yaradılan Sülh Şurası qlobal dialoq və sülh təşəbbüslərini koordinasiya etməyi hədəfləyir. Azərbaycanın dəvət alması ölkəmizin beynəlxalq sülh platformasında rolunun artdığını göstərir. İclasda gələcək əməkdaşlıq mexanizmləri və regional sabitlik mexanizmləri müzakirə olunacaq. Əsas sual isə bundan ibarətdir ki, Sülh Şurası BMT-ni əvəzləyəcək qlobal mexanizm kimi çıxış edə biləcəkmi? İlk iclasda çıxış edən ABŞ prezidenti Donald Trump Sülh Şurasının istənilən ölkəyə açıq olduğunu bildirib. Deyib ki, İnanıram ki, bu ən əhəmiyyətli idarə heyətidir. Bugün çox böyük şərəf hissi ilə sizin hamınızı ABŞ-ın Sülh Şurasında salamlayırıq. Biz bunu xüsusilə qeyd edirik ki, bu Sülh Şurasıdır və bu onunla bağlıdır ki, məhz həm qüvvəsinə görə, həm nüfuzuna görə bu şuraya, bu təşkilata heç yaxın olan bir digər təşkilat yoxdur və bugün bu təşkilat qurulduqda bəziləri deyirdi ki, bu işləməyəcək, bir balaca buna inamsız yanaşırdılar. Lakin bu yolu biz gedirik və bir çoxları biz bu yola çıxdıqda dərhal bunun nəticələrini gördülər və əlbəttə ki, biz bir mənalı şəkildə istərdik ki, biz sona gedək və bu şura ümumiyyətlə yaradılmış ən nüfuzlu təşkilatlardan biridir. Bu təsisatda yaxşı insanları görürük və əslində bu bizim fəaliyyətimizin bir zirvəsidir. Donald Trump, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla münasibətləri haqqında bəhs edib. Trump 32 il davam edən münaqişəyə 24 saat ərzində son qoyduğunu qeyd edib. Biz bunu elə 24 saat ərzində buna nail olduq ki, və elə hesab edirəm ki, elə həmin vaxtdan etibarən biz yaxın dostlara çevrildik. Bəli, lap yaxşı. Xahiş edirəm, ayağa qalxın. Baxın, bu çox sərt bir məsələ idi, belə asan, hər ikisi də çox öz mövqeyində dayanan insanlar idi. Biz görürük. Bu nəticə göz qarşısındadır. Bir tərəfdə bu insanlar, digər tərəfdən digər həmkarlar. Görürsünüz, bəzi hallarda 32 il ərzində bunlar bir-birini məhv edirdi. Mən dedim ki, yaxşı olardı ki, bunlar bir-birinə yaxınlaşsınlar. Növbəti bir saatda biz buna nail olduq. Onlar bir araya gəldilər, imza atdılar və biz sülh yaratdıq. Və bunlar da çox mühüm ölkələrdir. Mən bunu heç zaman yaddan çıxarmaram. Elə bir həftə əvvəl bu işlərə hazırlıq başladı və bunun yaddan çıxmaz bir hadisə oldu. Çox sağ olun ki, hər ikiniz bir araya gəldiniz. Biz bunu etdik. 32 il. Təşəkkür edirəm. Trump bildirib ki, Uitkov və Kuşner İranlılarla yaxşı danışıqlar aparıblar. Mənalı bir razılaşma əldə etməliyik. Əks halda pis şeylər ola bilər. O əlavə edib ki, yaxın 10 gün ərzində razılaşmanın əldə olunub olunmayacağı bilinəcək. Bəlkə bir addım daha irəli getməli olacağıq, bəlkə də yox. Bəlkə bir razılaşma əldə edəcəyik. O, Ukraynada davam edən müharibənin də yaxın gələcəkdə sona çatacağına işarə edib. 8 müharibəni həll etdik və düşünürəm ki, qarşıda hələ bir münaqişə var. Onlardan biri gözlədiyimdən daha çətin oldu. Mən düşünürdüm ki, o ən asan olacaq. Amma müharibə ilə bağlı heç vaxt nəyin asan, nəyin çətin olacağını əvvəlcədən bilmirsən deyə o bildirib. Elmin Bayramlı, Yusif Kərimli, Cəfər Qasımov, Xəzər xəbər.